Ürəyiniz şirin bir şey istəyəndə bu pudingi hazırlayıb yeyə bilərsiniz. Çox dadlı alınır. Qabın içərisinə 1 stəkan şəkər tozu əlavə edirəm. İçərisinə 2 yemək qaşığı un, 2 yemək qaşığı qarğıdalı nişastası, 3 dolu yemək qaşığı kakao əlavə edib biraz qarışdırıram. Üzərindən 1 litr südü əlavə edərək qarışdırıram, içərisində un topaqları qalmasın. Qarışdırdıqdan sonra qoyuram ocağın üzərinə, dayanmadan qarışdıraraq qatlaşana qədər bişirirəm. Belə qatlaşıb bişdikdən sonra ocaqdan götürürəm, içərisinə 1 yemək qaşığı kərə yağı əlavə edib, 1 ədəd şəkərli vanil əlavə edib qarışdırıram. Və budur, puding artıq hazırdır. Qablara servis edirəm. Üzərinə zövqümə görə doğranmış fındıq əlavə edirəm. Bu pudingi mənim uşaqlarım çox sevir. Mən etmədiyim vaxtlarda belə özləri hazırlayıb nuş edirlər. Əgər siz də hələ də hazırlamamısınızsa, mütləq bu reseptlə hazırlayıb dadına baxın. Çox ləzzətli alınır. Yay günlərində əsasən soyuducuya qoyub sərin-sərin yeməyinizi məsləhət görürəm. Bu gün də məndən bu qədər olsun. Yeni video reseptlərlə görüşmək üzrə inşallah. Sağlıqla qalın.